İlkin öden... Ne oldu yine? Kardeş çekiliş gedir, onlar o tarafta gezəsiz. Mən bezmişəm. Bu adam işləməyə mane olur mənə. Həmişə çəkilişlərdə gəlir çıxır. Mən mobil telefona qoşulma, Bluetooth, simsiz şarj sistemindən hansı arada danışım? Azər xeyirli olsun. Təzə Şkoda götürürsüz deyəsən. Qardaş, icmal çəkirik. İcazə versən, icmal çəkərdik. Bax, askı sisteminin gücləndirilməsindən, mühərrik və sükanın müdafiəsindən, disk və əyrəclərin qorunmasından pis yollar dəst edirlər buna. Nə pis olur, mən pis yollara zada düşmürəm ki. İncəsənd adamlarını işləmək çox yaxşı bir şeydir. Dünya görüşünü artırır. Mən oradan belə bilərdim ki, Octavia'nın elektrik tənzimlənən, qızdırılan, qatlanan yan görüntü güzgüləri var. Misal üçün. Xahiş edirəm, imkan ver çəkilişimizi eləyəkdən nə olur. Bir çay içmələm, çəkiliş gedir hal-hazırda. Çay yox, mən bir dənə kofe içərdim mümkün. Sən sakit ola bilərsən bir dəqiqə. Açar göstərmiş ki, biz açarı demədik. Octavia modellərində açara ehtiyacı yoxdur. Çünki maşın start-stopla işə salınır. Gəlin, təzdən gedək. 3, 2, 1, motor. Motor 1.5 mild hibrid, at gücü 116. Mən belə işləyə bilmirəm. İmkan vermirlər ki, cəmaat bilsin ki, Şkoda Octavia'da Hill Start Assist, yoxuşa qalxma yardımcısı nə funksiyanı daşıyır? Azər, mən siz çox baş qoşmayın. Siz danışın bu kruz kontroldan, danışın bu bütün şüşələrin izolyasiyasından. Üzlərimizdə bir də eşitdim ki, Octavia 0% ilkin ödəniş işləmdir. Bu rəsmi zəmanətlə. Məntiqə deyil. Şkoda